günlərdə stoklarda bitən bu alt paltarına diqqətlə baxın istəyirəm. Bəli, nə qədər qəribə olsa da bu üzəri tüklü alt paltarı stoklarda tamamilə bitib və insanların belə deyirlər abru çatır ki, öz brendlərinə məxsus bu cürə məhsulları reklam etsinlər. Amma mənə maraqlı gələn bilirsiniz nədir? Bax sən indi mənə baxa-baxa qorxursan, narahat olursan öz brendini inkişaf elətdirməkdən, öz şirkətini qurmaqdan, öz məhsulların haqqında danışmaqdan, çünki ayıbdır. Və bəli, bir çoxlarınız ayıbdır deyərkən, utanıram deyərkən, bir çox insan artıq çoxdan həqiqətən də ayıb olan bir şeyləri satmaqdan belə qorxmur, utanmır, öz işlərini qırır. Hətta insanlar o məhsul haqqında elə danışır ki, İnsanlar sıraya yazılır həmin məhsulu almaq üçün. Nəyi gözləyirsən bilmirəm, amma artıq başlamaq zamanıdır. Öz satmaq istədiyi məhsullar haqqında danış, özün haqqında danış, öz şəxsi brendini qur. Artıq utanma, çəkinmə, kim nə deyər, nə düşünər deyə öz həyatını qurmaq, həqiqətən sevdiyin bir işlə məşğul olmaq utanılacaq, çəkiniləcək bir şey deyil. Əgər sən də öz işlərini böyütmək istəyirsən, amma utanıram, çəkinirəm, ayıbdır deyirsənsə, mən istəyirəm aşağıda lüks sözünü yazasan mənə, mənsə sənə özəl bir şüuraltı texnika göndərim. Hansı texnika ilə ki, artıq beyninin içində olan qurdları həll eləyəcəksən, utanc, ayıb bu məsələləri həll eləyib, kim nə deyər deyə düşüncələri həll eləyib, artıq sən də öz uğurlu işlərini qurmağa başlayacaqsın.